İyun ayının 18-i, 20-si və 21-i, 22-si tarixlərində Bosniya və Hersegovinanın paytaxtı Sarayevo şəhərində 2 mötəbər beynəlxalq yarışda Azərbaycan komandası iştirak etdi. Ümumilikdə 10 komanda ilə qatıldığımız bu hər iki mötəbər yarışı yüksək nəticələrlə başa vurduq. Xüsusilə qeyd eləmək istəyirəm ki, kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan komandası bütün komandaları qabaqlayaraq Avropa birincisi oldu. Ardıcıl olaraq iki yarış işləmək psixoloji baxımdan nisbətən çətinlik olsa da düşünürəm ki, uğurlu nəticə ilə qayıtdıq. Ən gərgin keçən döyüşlərindən biri Klublararası Avropa Çempionatında ki, Rusiya təmsilçisi olan idmançıda keçdi. Rəqibimə 3-cü raundda böyük xalla üstün gələrək qalib oldum. Qeyd edək ki, taekvondoçularımız Bosniya və Hersegovinada hər iki yarışda ümumilikdə 3 qızıl, 5 gümüş və 8 bürünc olmaqla 16 medal qazanaraq Azərbaycan idmanının növbəti uğuruna imza atıblar.